kişinin xasiyyəti pulu çox olanda, qadınınki də pul olmayanda bilinir. Yəni bir insanı tanımaq istəyirsənsə, onu gərək kimlikləri daxilində limitlərini zorlayanda test etməlisən. Fikir verin, bəzi insanlar var, deyirlər, əlinə pul düşdü, çaşdı, qudurdu və yaxud da ki, bir insan var ki, dibə düşdü, çıxa bilmədi. Həmin nöqtələrdə o insan özünü göstərir, ortada yox. Hər şey yaxşı olanda necədir, bir də pis olanda necədir, ona baxmaq lazımdır. O həmin anda necə reaksiya verir? Çünki bu nöqtələrdə artıq stresslər gəlməyə başlayır. Və bu stres qarşısında bu insanın verəcəyi 3 dənə reaksiya var idi: vuruş, qaç ya da donub qal. Bunlar da hardan gəlirdi? Kökəmizli. Şuuraltından. Şuuraltı nədir? Həyatın 95%-idir. Yəni sənin uşaqlığındır. Saf halındır. Müşahibə, mən heyrət içindəyəm. Mənim sözüm yoxdur deməyə.